Ah, bir daha salam. Bu günləri sizə nəyi bölüşmək istəyirəm sizlə? Çünki gilasda ən çox səhv buraxılan detallardan biri də odur. Deməli, meyvədə xırda-xırda meyvələrin tökülməsi mövzusu əslində mənim nəzərimdə orada bəzi detalların nəzərə alınmamasından qaynaqlanır. Xüsusilə o meyvə tökülməsi zamanı saralmamışdan qabaq meyvələrin bir tərəfi deformasiya verir, bir tərəfi çökür, bir tərəfi salamat qalır və o şəkildə tökülür. Bu əslində kalsium əsirliyinin əlamətidir. Yəni həmin dövrdə çalışmaq lazımdır. 2 dəfə ən azı kalsium yarpaqdan tətbiq olunsun ki, o xırda meyvələrin üstündə o batıqlar əmələ gəlməsin. O batıqlar kalsium əsirliyinin əlamətidir. Kalsium əsirliyi zamanı da o meyvə elə bir şeydə çiçək ucu yanıqlığı kimi bir şeydir də, yəni belə bir şeydir. Eyni gilasda da indi o şəkildə özünü göstərir də və başlayırlar tökülməyə. Mümkün qədər meyvə tutumu əldə edəndən sonra 2 dəfə, bir dəfə imkanı olan bir dəfə, 2 dəfə imkanı olan 2 dəfə kalsium tətbiq eləsin. Çünki mən bağdayam, mən bilirəm ki, burada ilkin əlamətlərin aşkarlayan kimi kalsium əsirliyini tətbiq elədim. Və tətbiq eləmədiyim bağda tökülən meyvələrin əksəriyyətində kalsium əsirliyi müşahidə olur. Məsələn, deyək ki, bu meyvə heç bu normaldır. Bax, bu meyvədə kalsium əsirliyidir. Bu kalsium əsirliyindən tökülüb yerə. Yəni, buna diqqət eləsəz, bu kalsium əsirliyinin birbaşa əlamətidir. Bor əsirliyində bu meyvə özü saplağından saralır. Mən bunu dartdım, 2 dənə də özü ilə bir yerdə qopartdım. Bunun saplağı çox möhkəmdir. Bu bor əsirliyi deyil. Bu birbaşa kalsium əsirliyidir. Bor əsirliyi olsaydı, mən bunu dartanda özü ilə bərabər 2 dənə meyvəni qopartmalı deyildi. Yəni, diqqətli olmaq lazımdır birinci dərəcəli ona ki, kalsium əsirliyini aradan qaldırmaq. Çünki meyvədə kalsium tətbiq elədiyi halda hüceyrə bölünməsi sürətli olur və hüceyrə bölünməsi sürətli olduğu halda da həmin bu etapı keçir də. Bu etapı keçəndən sonra artıq o anormal da olsa meyvə tökmür, meyvələr tökmür də yerə, yəni konkret olaraq məhsula çevirə bilir. Bu birinci detal. İkinci məsələmiz suyu sürətli bir şəkildə meyvə mayalanandan sonra, yəni bitkidə susuzluq yaratmaq lazım deyil. Çünki eyni zamanda suyun bolluğu da kalsium əsirliyinin aradan qaldırılmasında önəmli detaldır. Torpaqdan kalsiumun mənimsənilməsində kalsiumdan çox su da önəmli olan. Çünki içdiyi suyun miqdarı daxilində az-az olur, az-az bir şəkildə kalsium ehtiyacını qarşılayır bitki. O baxımdan yəni suyunu da konkret olaraq əskiy vermək olmaz. Meyvəni tutdurdunuz, suyunu geninə bolana dayanmadan suyunu verin. Su kalsium əsirliyini də aradan qaldırmaqda kömək olacaq və meyvə tökülməsini bir şəkildə aradan qaldıracaq. Belə, bu önəmli 2 detalı diqqətə alın ki, bitki yaranmasın, bitki minimum olsun.